Peyğəmbər buyurur, ən bədbəxt insan o insandır ki, cəmaət onun dilindən qorxub ona hörmət edir. Hörmət edirlər, amma hörmətə layiq deyil. Dilindən qorxurlar. Bəzi adamların dili təhlükəlidir. Ona hörmət olunmur, o hörmətə layiq adam deyil. Amma qorxursan, abrundan qorxursan, hörmət edirsən. Hamının fikri budur ki, bundan işin olmaz. Dili pisdir, sındırar, qəlbivi sındırar, abruv aparar. Vəhfəz lisanəkə tuaz, dilivi qoru, izzətli olacaqsan. Doğrudan da dilə nəzarət eləyəndə insan izzətli olur. Danışığını bilir, yerini bilir, harda danışarlar, harda susarlar, harda zarafat eləyərlər. Bunların hamısının yerini biləndə insan artıq yavaş-yavaş hörmətli, izzətli olmağa başlayır. Bunun yerini təyin eləyə bilməyəndə, harda gəldi danışırsan, harda gəldi zarafat eləyirsən, söz deyirlər saxlaya bilməyib ki, başqasına deyirsən, yavaş-yavaş görsən ki, artıq bu insan dili bunu hörmətdən salıb. Hörmətsiz adamdır dilinə görə.